Hər kəsə salam kanalıma və yeni vloguma xoş gəldiniz. Necəsiniz? Qarşınızda əlbəttə ki, hər zaman kimi bu kanalın sahibi mən Gamers Dənizdir əzizlərim. Bəli. Bugün yeni bir vlogla qarşınızdayım. Bu arada desəniz ki, hara gedirəm? Ucu artıq gəlirəm. Bəli. Bugün mənim yenə bir fotosessiya çəkilişim var idi qızlar. Elə səhər yuxudan durdum 7-də. Yoldaşımı yola saldım. Uşaqları isə məktəbə yola saldım. Yoldaş uşaqları məktəbə apardı. Özü də oradan çıxıb işə getdi. Qəşəng. Mən isə sonra elə deməli onların qab-qacaqlarını, yəni süfrəni yığışdırıb dedim ki, qoy yatım elə saat 7-də də 8-ə qalmışdı elə yatdım. 8-də yatdım demirlər. 1 saat yatdım, saat 9-da oyandım və hazırlaşdım. Saat deməli ona bitirəyim. 9-da oyandım deməli. Elə hazırlaşıb edib zət onda deməli getdim çəkilişəm və çəkilişimizi də saat 12-də bitirdik. 2 saatlıq çəkiliş idi çünki biraz qalmışdı. 12-də də bitirdik. Yemək yedim. Kollektivlə yemək yedik elə çıxıb gəldim. Hal-hazırda isə qızlar saat 1 tamamdır. Dedim elə əsli vlog başlatmalıq bir vaxtım. Bugün çünki ev vlogu olsun istəyirəm. Bir dənə fotosessiya çəkilişimi ortaya salsaydım, vlog həm maraqlı olacaqdı, həm daha uzun olacaqdı, həm də ev vlogundan əsər əlamət qalmayacaqdı. Buna görə hətta makyajımı da oradım. Elə görüncə qəşəng makyaj eləmişəm qızlar. Qəşəngdir, bəyəndinizmi? Bugün gəlin belə olaq. Nə deyirsiniz? Bugün belə olaq. Makyajımı əslində istəyirəm silim, çünki mən belə ağır makyajlarda yəni rahat ola bilmirəm həqiqətən. Ona görə birazdan siləcəm 5-10 dəqiqə zaten. Narahat olmayın, kalbinizi tutmayın. Gəlin, işıqları söndürəyim yaxşısı. Çünki elə qaranlıq olmayıb baxar. İlk öncə tamaşniklər geyinəcəm, şapşaplar. Və sonra raketimi çıxartmalıyam. Və bu da hazır. Bugünün kombini çünki budur da yəni. Əslində istəyirəm boyunbağımı da çıxarım. Boyunbağım da həqiqətən mənə çünki ağırlıq edir. Sonra nəyə çıxaraq? Daha heç nəyə məncə. Yəni bugünkü kombinim belədir. Dar, bol, geniş, trapez bir cibli şalvar. Qıraq ipli detaylı. Çox qəşəng. Köynəyim isə qolları yarısı var, yarısı yox. Belə bir şeydir. Çox qəşəng. Bəli. Bununla biz hal-hazırda evdə olacağıq. Bəli. İndi deməli gedək, əynimi dəyişim qızlar sizinlə birlikdə. Sadəcə kombinimi göstərdim. Gedək. Bu boy aynasında işimi söndürək. Qoyun bütün işıqlar söndürək, yəni yaxşı. Çünki elə gündüzdür da, yəni məncə işıq lazım olacağım və ya da olduğunu sanmıram. Bu arada kargolarım da gəldi qızlar. Bəlkə elə kargolarımı sizinlə açım, sonra nəsə bir şey gedək əynimi dəyişim. Gəlin o zaman. Harada açaq kargomu, deməli, açaq. Qızlar, mən bura bir dənə stol qoyacağım, yaxşı. Bir stolu qoyaq, bir dənə biz ən yaxşısı. O zaman burada kargo edərik. Elə ki, yeni qonaqlığındaydıq. Burada oturaq, gəlin burada oturaq. Deməli, kargolarım gəlib, görək nələr sipariş etmişəm və ya da elə almışam və s. Baxaq qızlar. Deməli, belə 5 dənəli, çox qırağı, qızıllı və yumru qızıllı detaylı belə bir gözəl kəsə almışam. Yeni evimiz üçün, yeni evimizə uyğun belə bir kəsə almalıydım məncə. Yerləşdirək hal-hazırda. Görək kəsələri mən hara qoymuşam. Deyəsən, kəsələrdən əlamət yoxdur. Yığdım, çox gözəl. Belə bir eynək almışam. Bunu məndən Sənan istədi qızlar. Baxın, görək mən alacağım. Wow, belə gold. Çox qəşəng eynəkdir. Prosto biraz çox abartıldı deyə düşünürəm ki, gündəlik həyatda istifadə etmək olmaz. Amma Sənan deyir ki, mən gündəlik həyatda istifadə edəcəm. Çox gözəldir. Ay, nə bilim valla. Ay, bunları çıxın bunları lütfən. Aha, baxın, bunlar
Artıq baxın, amma bunlar şeydir. Baxın, həmin kəsədə ilə qırağı, qızılı, qəşəng bir boş qab lazım idi əlbəttə. Buraları düzənə salmalıyıq. Baxın, bu rəngli boş qabları istəyirəm ki, bura qoyum. Çünki lazımsızlar həqiqətən. Mənə hal-hazırda lazım deyil. Nəyə lazım olacaq ki? Nəyə lazım ola bilər ki? Belə bir çanta almışam. Baxın, görüncə qalır. Belə qalır, yumru, çəhrayı kombinlərlə geyinmək o arasında. Çıxardaq hemen. Sonra belə duz qabı almışam. Normal duz qabı var idi bizdə. Prosta yenə də alım. Duz istiyor qabı və belə bir yaşlı rəngdə badımız. Bunu belə ki istifadə etməyimi yəni düşünmürəm və istəmirəm həqiqətən. Ona görə ən yaxşısı bircə deyəcəm. Bundan duzda var o süper duz qabı da. Nə istəmə qızlar. Belə olsun, okey. Belə bir ayaqqabı almışam, gəlin baxın. Bir də belə bir gül formalı, onu qəşəng figurlar etməli. Bir salfetka. Salfetkimi. Ayaqqabı belə oldu, şalvarımdan görünmür. Gəlin don geyinim. Uyğun olmasa da yaşıl çəhrayı makyajım, amma yenə də belə görünürlər qızlar. Məncə bəyəndiniz. Nə deyirsiniz, necədir? Bu səfər çox da geyim falan belə sifariş etmədim. Çünki nəsə istəmədim həqiqətən. Ehtiyac olmadığını fərqinə varım. Sadəcə donu da yaz üçün dedim ki, qəşəng belə dənizə falan getməliyik. Ala bilərəm əslində. Onu da güclə aldım. Çantanı da ki, qızlar, pulum, yəni necə deyim, tamamlansın deyə aldım. Ayaqqabını isə, nə bilim, dedim ki, belə ayaqqabılar axtarırdım. Sadəcə mən normalda o ayaqqabını almalıyım, amma gördüyünüz kimi bir çanta, üzərinə isə bir don da almışam. Elə bu özdə bir şey, yəni pis bir şeydir, nəysə. Belə. İndi bunları alıb götürəcəm mən yuxarı qoymağa, yəni geyim dolabımıza 3-cü mərtəbəyə. Özüm isə elə orada da qalıb əynimi dəyişəcəm. Sonra isə sizə bugünümüzün lookunu deyəcəm. Makyajımı falan da silməliyəm elə. Saçımı belə edəcəm elə, çünki saçımı qızlar bugün etmişəm və bu saçı mən nə çətinlik etdiyimi bir Allah bilə bilər əslində. Çünki saçımı daradım, saçımı platq elədim, sonra saçımı baxın hördüm, sonra saçımı nə bilim o qədər krem vurdum ki, bu qalsın. Saçıma nə qədər muz vurdum ki, bu saç bugünə qalsın heç olmasa. Qalıb əslində elə bir şey yoxdur. Mən düşünürəm ki, birazdan nəsə dağılma effektini versə görə bilərik. Nəysə, indi gedək qızlar biz hara? Əlbəttə gedirik. Əynimi dəyişməyə, bəli, 3-cü mərtəbəyə qızlar yedik geyim dolabına və makyajımı təmizləməyə. Bəli, bircə dəqiqə mən elə sənəmin bu eynəyini də götürməyə yadıma düşmüşdüm. Çantanı yadımız qalıb. Burada uşaqların oyuncaqları var. Bunları da biraz səliqəli yığmaq istəyirəm əslində. Yuxarıda da uşaqların çünki oyuncaqları var. O oyuncaqları da mən deməli neynəyəcəm, onu deyim sizə. Aha, oyuncaqları da mən gətirib bura yığacağım səbətə. Bircə dəqiqə öncə. İşığı yandırım, onu söndürəm. Ondan sonra qızlar. Gəl, gedək 3-cü mərtəbə. Bunları yığaq. Burada nə qədər geyim var qızlar. Bu tərəf Ecəmin Alisindir. Alisan'dır, kızım Alisan'ın. Tərəf isə Əlinindir. Bu şalvar, kofta falan Alisin'dir. Dəstir, ona görə qoyaq bunu. Bu ətək dəstir. Bu artıq oğlum Əlinindir. Bu mənimdir bu arada. Bu qızımındır. Ətək dəstidir prosta. Bu mənim dama geyinmirəm. Bunu qoyaq bir qırağa. Bunu nəsə verəcəm çox ehtimal. Bu da qızımın saroçkasıdır. Bu mənimdir. Mənim köynəyim.
Bu da mənim donum idi. Donum da hətta indi də. Yəni bunlar da qızımın don şort kombinlərdir. Bircə dəqiqə. Amma heç maşallah qızımın dəhşət, yəni belə çox dəst şeylər var. Bu dəsti. Baxın. Bu da mənimdir qızlar. Yəni mənim şalvar köynək dəstlərim falandır. Bu qızım da sonra bu da onun, yəni qızımın ətək dəsti falandır. Bu da qızımın jaketidir. Bu isə onun köynəyidir. Bura bitdi qızlar. Ayaqqabılar indi. Bunları normalde buradan götürməliyəm. Bu da mənim qızımın bantiçkasıdır. Evet. Fikir vermeyin. Bu mənim qızımın papağıdır. Bu da eynən onundur, bu da onundur. Bu çantasıdır. Bu da çantadır. Bu aksesuardır. Bu mənimdir artıq. Nəyə yalan deyə bilərəm ki. Yalan deməyəm bilməm. Nasıl amma mənimdir qızlar. Bəli. Bu da qızımın ayaqqabısıdır. Bu da qızımındır əlbəttə. Bu da qızımındır. Bu da qızımındır. Bu da qızımındır. Biraz da elə bir səliqəsiz oldu. 2 dəqiqə. Okay. Bu da qızımın dəstədir. Bu oğlumun yenə. Oğlum belə tərs şeyləri çox sevir çünki. Qızımın. Bu mənimdir. Belə bir cobuş var. Uşaqların da corablarını öz corablarımın yanına yığıram bu arada. Bu qızımın dəstidir. Belə şubiçkasıdır. Çox qəşəngdir. Bu da qızımındır. Bu da qızımındır. Bu da qızımındır. Yani kızımın olan daha böyle aynalar gitti. Daha ne oldu? Bir dakika. Bakın sizce bunları hara koya bilərik?
koydum bura kızlar. Yəni bilmirəm. Pis mi görünür? Yəni nə görünür? Neyinə var? Yəni yer yoxdur həqiqətən. Elə mənim belə qutulardan da xoşum gəlmir bir o qədər. Məncə qəşəng oldu, yəni yaxşıdır. Bu haqda siz nə düşünürsünüz? Bu paketlər falandır. Yəni bunları artıq boş verin deyirəm. İndi gəldik qızlar özümüzün kombininə. Bugün qırmızı bir şey geyinək. Niyə görə qırmızı? Çünki videonu qırmızı rəngdə başladım. Bugün qoyu da qırmızı olsun. Nə geyinə bilərəm? Baxım görüm nə geyinim. Qızlar maraqlıdır. Belə bir şalvarım var amma heç sevmirəm. Soruşmayın niyə deyə falan. Məsələ qızlar, məncə aksesuarlarımı falan koyum, dəyişim falan. Burada da mənim bu arada kameram var. Nə gözəl. Oturaq indi 2 dəqiqə yox, jaketimi dəyişim. Bir də boyun bağımı çıxarım. Qoyaq bura. Qol bağımı çıxarım, mani olana. Baxım üzümü çıxaramız. Ümumiyyətlə mən üzüyü taxmayayım bəlkə. Bu bizim toy üzüyümüzdür. Mən çox vaxt taxıram. Yəni çünki çox qəşəngdir. Jaket də hazır indi. Belə bir kombin alınır ev təmizləyərkən mənim durumumda. Dudağımı nemləndirəcəm hal-hazırda və rəngini düzəldəcəm. Gördüyünüz kimi qızlar, göz makyajımı falan təmizlədim. Yəni bir dənə tuj qaldı. Lanerdə sildim. Bir dənə yəni tuj qaldı. O da biraz qalıb. Yəni bir dənə tuj qalıb. O da qalsın eybi yox. Daha şirin görünmüş şu an olaram. Yəni belə başqa bir şey istəmirəm. Saçımı zaten əlim gəlmir dağıtmağa və ya açmağa falan həqiqətən. Üzümü nəmləndirmək istəyirəm. Mən necə deyim, hər zaman makyajdan sonra üzümü mütləq nəmləndirməliyəm. Üzümü də nəmləndirdim qızlar. Bu arada indi siz saatı deyim. Normalda mən sizlə vlogu saat 1-də başlatmışdım. Kargo açdı. Sonra gətirdik, kargonu yerləşdirdik. Uşaqların dolabını düzəltdim və makyajımı falan təmizlədim. Əynimi dəyişdim. Hal-hazırda saat 3-ə qalıb 10 dəqiqə. 14:50 deyirəm, amma mən hələ də bir iş görməmişəm. Az öncə getdim hətta çayım qazın altını söndürməyə ki. Çünki çay artıq dəmlənmişdi. Qəşəng bir çayımız var qızlar. Bəlkə gedək bir gözəl çay içək, nə deyirsiniz? Bu arada qızlar çoxdan idi ki uzun vloglar paylaşmırdım sizin üçün. Heyif ki. Amma axı məsələn elə bu vlog 20 dəqiqədən çoxdur. Çünki elə indiyə qədəri qızlar 22 dəqiqə alınıb. Mən bunun montajla əslində 24 dəqiqə falan da edə bilərəm. 24 dəqiqə, 25 dəqiqə. Hələ mən bundan sonra nə qədər şey çəkəcəm. Çünki elə saat 3-dür. Mən elə bir neçə saatım var. Yəni günün bitməsinə və mən elə nə qədər şey çəkəcəm. Bu vlog bir 40 dəqiqəyə yaxın alına bilər. Nə gözəl, həqiqətən. Çox sevindirici bir haldır ki, mən artıq yenə də uzun vloglar çəkib paylaşmağa davam edərəm qızlar. Wow, indi isə düşək aşağı. Qəşəng bacınız da biraz istirahət eləsin. Çay falan içim, özümə gəlim. Biraz da olsa rahatlanmalıyam məncə. Rahatlanaq. Okey. Gəlin, buradayıq. Liftdə vururam 1-ə. Qızlar, hal-hazırda tavanı qoydum qazın üzərinə. Qaz yanırıb, əlbəttə.
Deməli, indi nə edəcəm? Yemək bişirməliyəm, çünki saat 3-dür. Bu qaz burada isilənə qədər indi mən kartoşka qaynatmışdım. İndi onlarını püre eləyəcəm. Üzərinə sos falan vuracağam və göyərti falan qoyacağam. Qəşəng olacaq püre. Sənan demişdi ki, ürəyim püre istəyir, çoxdandır püre yeməyib, qəşəng bir püre hazırla. Axşam işdən gələndə yeyim. Mən də yəni yaxşı, əlbəttə ki. Və hazırlamağa başladım indi. Bir də indi qızlar nə edəcəm, onu deyim sizə. Saat hal-hazırda deməli 4-də işləyib, 10 dəqiqə düzdür. Bəli, 4-də işləyib 8 dəqiqə, 9 dəqiqədə. 9 oldu. Deməli 4-də işləyib 10 dəqiqə deyək, tay. 9, 10 dəqiqə. Hə, nəysə. Deməli 15-10-dur. Deyirəm ki, bugün heç telefona falan baxmamışam. Bir yarım saat falan telefonda işlərim var. Onları həll edeyim, biraz telefona baxam. Sonra da gələrəm pürəmi tam olaraq hazırlamağa. Bu burada qızsın biraz. Sonra götürəcəm yarı qızandan sonra. Tava istilənsin biraz. Çünki tavanı mən sorucuya qoymuşdum. Dünən yeməyi var idi. Ona görə maalesef. Gedək telefona baxaq, gəlir. Qızlar, mən gəldim, deməli, telefona baxdım, elədim biraz. Hal-hazırda saat, deməli, 4-də qalıb 5 dəqiqə. Yəni, bildiyiniz 15:55-dir, nə gözəl. 1 saatdır həqiqətən təsadüfən, yəni 15:55, bəli. Telefona baxdım, biraz dincəldim. Özüm üçün istirahət elədim. Sonra biraz televizorda xəbərlərə falan baxdım, nə yalan deyim. Hərdən tutur ki, baxım biraz xəbərlərə görək nə var, nə yox. Çox baxmadım, 2 xəbərə falan baxdım elə. Yəni 2 dənə xəbər öyrəndim. Dedim, okey, yetər artıq, telefon vaxtıdır. Telefona baxmalıyam. İndi istəyirəm biraz çay töküm gətirəm özüm üçün. Çay içim, kofe istəyirəm əslində, amma deməli, aparatda kofeni qoymağa və çaşqanı kofe aparatının üstünə qoyub onu knopkalarına basmağa heç halım yoxdur. Ona görə direkt bir yəni çaşqam əlimdəykən çay içəcəm. Okey, bitib gedəcəkdir. Şirniyyatla qəşəng çay içəcəm. Dünən Sənan çox sağ olsun. Dünən yenə də Sənan çox sağ olsun. Donut falan alıb. Sənan donut çox sevir həqiqətən. Deməli, bu şey yenə yandırdılar. Kim mən yandırdım. Deməli qızlar, bu gülü mənə kim verib? Bu gülü mənə çox gözəl bir izləyicim verib. Çox qəşəngdir həqiqətən. Yəni ətir də vurub üzərinə. Yəni ətir də ki, həqiqətən çox qalıcı ətirdir ki, üzərinə vurub o gülün və üzərində qalıb elə o ətirin qoxusu. Yəni çox qəşəng güldür. Qalın karton kağızdan hazırlayıb və mənə məktub verdi. Bir də öz əlləri ilə hazırlanmış gözəl bir şey. Mən bunu hər gün demək olar ki, qoxusunu iyiləyirəm. Bu ətiri tapıb alacağam hətta özümə. Narahat olmayın, çox yaxın zamanda almalıyam mən bu ətiri qızlar özümə. Sifariş edəcəm ya da ki, alacağam. Nəsə olmağı məndə yəni, vaxt olmur da uşaqlara falan görə belə bir o qədər evdən çölə çıxmağa. Hətta bizim köhnə evimizdə, lap köhnə evimizdə mən daha az çölə çıxırdım da. Amma bu aralar yeni evə köçmüşük falan. Fotosessiya çəkilişi falan var deyə qızlar. Belə çölə falan çox çıxıram biraz. Yəni normalda mən yəni heç ayda bir dəfə yəni çıxardım. İkinci dəfə ya çıxaram ya çıxmardım da, yəni normalda həqiqətən. Məni bilərsiniz. O çıxanda da ya mağazini falan gedərdim. Yəni belə alınmır mən çölə çıxmaq. Deyəcəksiniz ki, uşaqların böyükdür və bağçada olurlar, məktəbdə olurlar. O da düzdür. Prosto mənim, yəni onlar məktəbdə, bağçada olana qədər həm mən evin işlərini görməliyəm, həm də ki, istirahət eləməliyəm. Düz deyil. Onlar məktəbdən gələndən sonra mənim yenə də özümə məxsus öz işlərim var uşaqlarla bağlı, yəni. Həm də ki, zaten mən hər gün evi yığışdırıram qızlar. Uşaqlar məktəbdən, bağçadan gələn kimi evi darmadağın edirlər, qoyurlar ora, yenə təmizləyirəm səhərsi gün. Yəni uşaqlar gəlirlər məktəbdən darmadağın edib. Yəni belə olur.
bir ananın gündəlik rutini budur sadəcə olaraq həqiqətən. Allah bütün analara uzun ömür, can sağlığı versin, eynən atalarımıza. Eynən də övladlarımıza, şirin minnoş övladlarımıza, arkadaşlar öpüyorum hər birinizi. Yəni anlayan anlamışdır artıq hər şeyi həqiqətən. Belə gedək. Bu tavanı yerə qoydum. İndi pürəni hazır eləmişəm bu arada. Baxın görün mama dünəndən hazırlayıb qızlar. Belə qərara gəldim ki, pürəni bunda hazırlayım. Yəni ki, bu tavada hazırlayım qızlar. Baxın indi görün mama nə hazırlayıb. Dünən mama belə bir çox gözəl bir şirniyyat hazırlayıb deməli. Kakaolu və şokoladlı slug cakes. Üzərinə də köpük falan da var gördüyünüz kimi. Çox qəşəng hazırlayıb həqiqətən. Deməli necədən gətirmişdi? Aha. 5 dənə stəkan da bizə gətirmişdi. Hərəmizə bir dənəsi də artıq qaldı. Mamaya dedim ki, bir dənəsini necə yeyək? Mama da dedi ki, bölüşdürün, yeyin. Bu həmin 5-cidir. Dünən çünki hamımız yedik, dözə bilməyib. Çox qəşəng eləmişdi mama. Bu yəni kakaolu, şokoladlı slug keksi. Mən də arada tutanda eləyirəm. Yəni əhvalım tutanda əlbəttə edirəm. Yəni niyə demirəm ki, edirəm qəşəng. Mama da edib çox sağ olsun. Gətirib bizə, hətta bizi düşünüb canım anam. Çox sağ ol. Əllərin, qolların var olsun. Çox ləzzətli dadlı idi həqiqətən. Canım onun için var ol əzizim. Təşəkkür edirəm. O biri məhəllədən durub vura gəldiyim üçün əlbəttə. Canımın canı. Bəli. Çayda dəmləyək qızlar elə. Danışarkən. Bunu uşaqlara saxlamışam. Özüm yeməyəcəm. Uşaqlar gəlib isinlər. Çünki uşağa dəhşət çox sevdim. Mamaya deyəcəm ki, mama. Şeydir. Bundan görünəyinsən, birini daha hazırla görək. Gətir bizə də canım anam. Nə olacaq ki? Qızın deyiləm mən səni. Arada belə zarafatlar olur əlbəttə. Niyə də olmasın ki? Anne yüreği, kalbimin çıkıyor. Uşaqlar, biz gələcək bebişimiz üçün inşallah saxlamaq gəlsin. Ay ya hanım, bir gəlsin də görürəm arkadaşlar. Onun üçün indidən belə bir su qızdırıcı almışıq. Manifest olaraq etmişdik ki, qızım olsun. Sarı rəngdə bir şey aldım. Bu yaxınlarda hətta çünki 5 ayın az qalıb da. Yəni hali ki qızım 5 aylıq demiyor. Yəni 5 ay az qalıb. 6 ay olan zaman niyə gəlməsin 3 ay qalanda biz gedəcəyik onun üçün qəşəng həm geyim alacağıq qızlar, həm deməli, həm də əşya alacağıq, həm otağın alış-veriş edəcəyik. Yəni yeni bebəyimiz üçün otaq alış-veriş eləyəcək, o da gələcək. Yeni bebəyimiz üçün dev alış-veriş gələcək, o da gələcək. Uşağa aid nə varsa hər şey gələcək bulunmaqdadır arkadaşlar. Yəni. Yeni playlistlər də hazırladım zaten indidən. Bir manifest olaraq tabi olabilir. İnşallah. Deməli, qızlar qabyon istəyirəm alım, amma yaxşı və keyfiyyətli bir qabyon tapa bilmirəm. Heyf ki, tapsanız mənə xəbər edin. Alacağım mütləq onu. Bəli. Kofe aparatı qızlar çox məmnunum, çox sevdim. Qızlar, kofe var imiş ki bunun içində. Qəribə mi var məndə? Mən də deyirəm ki, bunda da şey yoxdur, kofe yoxdur. Belə bir kofemiz olmuş oluyor. Çox qəşəng. Bu neyli kofeydi? Aha, bu qızlar deməli. Baxım neyli. Aha, albalı və çiyələk qarışığı bir kofedir. Meyvəli kofelər çıxıb. Bax qızlar, mən də bu səfər baxın ondan yəni meyvəlilərdən aldım. Dedim olsun, lazım olar. Birinci həqiqətən bunun nə olduğunu tutmayanda mən. Neyinmə qızlar, tutmuyorum. Çöp kutumuz da çox qəşəngdir həqiqətən qızlar. Atan kimi yəni ayağımızdan basırıq və açılır ağzı, yəni direkt atıram qəşəng gedir orada yəni. İçərisinə torbada qoymuşam ki, qoy təmiz olsun falan deyə.
O da daha da yaxşıdır da məncə. Bu yeməyi də pişsin görək nə vaxt pişir. Çay ucu dəmləndi, qaynandı yeməyi. Püre de hazırdır kızlar. Bəh, 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 maşallah. Sonra qızım. Baxın pürəmə. Bax qızlar, deməli neynədim? Onu deyim. Qəşəng sos elədim. Nə? O nədir? Urub var qızlar. Məsələn, nar urubu olur. Alça urubu olur. Ərik urubu olur. Bizə deməli xalam göndərmişdi də. Xalam gilir rayonda kənddə qalırlar. Xalam özəllərə çox qəşəng dənə, yəni urub eləmişdim. Bizə 700 qramlıq bankada, yəni vermişdi, çox sağ olsun. O qədər qalmışdı. Ona görə 700 qramlıq verim, çox verər əlbəttə. Hə qızlar. Deməli vermişdi. Elə ondan da vurdum. Sonra nə vurdum deməli? Göyərti vurdum. Pürə ilə qatışdırdım qəşəng. Oldu belə bir pürə qəşəng. Yəni soslu pürə. Göyərti falan da vurmuşam, baxın. O qədər dadlıdır, yəni ləzzətli qoxusu gəlir. Bunu dadanda sizə deyəcəm necə olduğunu həqiqətən süper bir şeydir. Sınayın qızlar. Mənim bu arada yemək videolarım çox sevilirdim. Elə sizinlə birlikdə qəşəng yemək eləsək, qəşəng tutar video. Videosunuz arkadaşlar. Görürsünüz, çox qəşəng. Neysə, bağladıq indi qızlar. Yeməyimiz də pişirdi, ayala şükür Allah'a rucu. Saata bir dənə baxım sizin üçün mən. Ayala kamera işləmədi. Kamerada saat göstərilir. Sen ne için açıyorsun? Heh, deməli ki de saatimiz. Hadi bakalım görülen saat kaçmıştı arkadaşlar. Ayala kamera işlem. Heh, deməli saat açalım. Saat kızlar hal-hazırda deməli 5'in yarısıdır. Yəni 16:30 bulunmaktadır arkadaşlar. Yemeğimiz hazır, çayımız hazır, mətbəx hazır. Sizə görə yeyinirik. Uşaqların oyuncaqlardır da bunlar da qızlar. Ay Allah. Biraz təhlükəsiz görünəsiz görürsən. Pərdəni də açaq ayarım. Ürəyimi sıxılır inanasınız. Bəlkə deyirəm bircə dəqiqə. Hə, biraz da qoyun hava gəlsin dedim. Evin havasını təmizləyək qızlar pəncərəni. Dirərək pəncərəni açıb narahat olmayın deyəcəz. Sonra bu şamlar qızlar. Söndürün bunu. Sadəcə yəni bunlar yansın istəyirəm. Su qızlar. Bunu da yandırım. Mətbəxin işığı söndürmək yaxşısı. Aha, deməli. Mən qızlar bu bisküviləri çox sevdim qızlar. Yəni bunu biz almışıq, düzdür. Almışıq. Amma çox qəşəngdirlər. Yenə alacağıq. İnşallah. Çok lezzetli dəqiqətən var kimi bir şeydir. Mən də ki bir şeyə yəni yedim sana bağlanıram da demək olar. Ondan bir neçə dənə verdim. Havuzumuz hələ də tam hazır deyil əslində. Yarım çıxdı. Düzdür, işıqlar qurulub, belə bir şeylər atmışıq hətta. Gördüyünüz kimi. Böyle. Tık. Şurada hazırdır artık. Artık işığımız da var. Hatta burada uzanmağa yer də var. Düzdür. Amma yenə də bir-iki dənə də şeylər əlavə eləməliyik qızlar. Onlar da əlavə ediləndə artıq hovuza girə bilərik. Çünki bir nəfər deyirik ki, burada uzanaq. Yəni rahat deyil də. Həm də ki qızlar aprel ayıdır da. Yəni bilirsiniz ki, mart ayı dəyişkən havadır. Aprel ayda yəni soyuq olur da həqiqətən. Aprel ayında yağış yağır, külək olur, tufan olur. Yəni aprel ayı soyuq bir aydır da. Yəni yazın soyuğunu bizə göstərir. May isə ucu istidir. Yəni maydan sonra ucu hovuza girmək olar biraz. Biz də elə deyirik ki, maya qədər inşallah bura hazır olsun. Mayın axırı falan ucu girək ilk dəfə hovuzumuzu. Edelim, yapalım, ne diyorsunuz? Edelim, yapalım, ne diyorsunuz? Neyse. Girək indi və fortepianonu bağlayayım mı, açam mı, bilmirəm, yalnız nə edeyim. Neyse, bağlayaq da. Bir də görə
Pəncərəni də bağlayaq qızlar. Bağladıq. Hərdən çəkin. Çəkək. Neyse. Qızlar, gedin biraz telefona baxın. Vaxt keçsin. Çünki belə vaxt keçmir. Yəni mən də heç nə eləmirəm evdə. Bir dəqiqə robot soranı qoşum. Aha. Qoşdum robot soranı deməli. İndi qızlar, biraz mən telefona baxım. Saat 5-ə qədər falan. Saat deməli Sənan 5-də çıxacaq işdən. 6-ya qədər falan evdə olmalıdır əlbəttə. Alice də saat 5-də Batıdan çıxacaqdır elə. Evet. Bəli. Səhər saat 9-da gedir, 5-də çıxır da bağçadan belə deyim. 9-da gedib 5-də çıxmaq da nə gözəl bir şeymiş də nəysə. Yəni Sənan onu götürəcək. Əli də zaten nənəsi gildədir. Yəni məktəbdən çıxır gedər nənəsi gildə oturur hər gün. Atasının saat 5 olmasını gözləyir. Bəzən mən gedirəm qarşısına. Hansı ki o belə çətin günlər olur. O zaman mən gedirəm qarşısına. Amma belə də normalda yəni nənəsi gildə qalır. Nənəsi hətta götürür bəzən onu. Özü gedir. Çünki yəni məktəb mamam gilin evlərinin düz qabağındadır. Yəni mamam gildə oturur. Deməli dərslərini falan eləyir orada. Rahatlanır, yeyir, içir. Yəni gəlir, evdə də oynamağa gəlir. Full rahat və qəşəng. Hal-hazırda qızlar saat 16:40-dır və yəni 5-20 dəqiqə qalıb da. Gedim mən biraz telefona baxım falan. Çünki mən telefonsuz yaşayamıyorum. Biraz telefona baxım falan. Yeməyə falan da hazırdır. Bu robota da mən biraz işləri örgüdəyim. Yəni örgüdəm. Çünki öyrətmək lazımdır. Bunu haranı təmizləyim, haranı təmizləmək lazımdır falan. Sahəni götürüm. Nəysə. Sonra qızlar telefona baxım. Sonra bu robota öyrədim. Option saat 6 Sənan gün gələndə vlogu açıram sizlər üçün. Özünüzə yaxşı baxın. Mən gedim Sənan gili qarşılayım. Yoxsa Sənan gili gəlsinlər. O zaman açacağım sizə vlogu. Yeməyimizi yedik. Saat 9-un yarısıdır. Birazdan biz уже saat 10'a qalmış falan yatacağıq. Ona görə istəyirəm vlogu indidən sonlandıram. Sağ olun, özünüzə yaxşı baxın. Kanalıma da abunə olub, videoma like atıb, yorum yazmağı unutmayın və bir də videomu paylaşmağı unutmayın. Sizi çox sevirəm. Özünüzə yaxşı baxın mənim əzizlərim. Yaxşı ki varsınız, nə yaxşı ki mənimləsiz. Çox təşəkkür edirəm həqiqətən. Əgər videomu sona qədər izlədinizsə, lap çox təşəkkür edirəm sizə. Xoş gəldiniz, xoş gəldiniz, səfalar gətirdiniz, xoşlar getdiniz. Sağ olun, özünüzə yaxşı baxın. Gələn vloglara dək, gələn görüşədək. Qarşınızda əlbəttə ki, bunun sahibi mən, Gamers Dəniz idi. Bye bye. Marcello.